Əziz izləyicilərim, necə varsınız? Mənim bu gözəl boyunluğum üçün hamınız yazırsınız. Mən də sizlər üçün bunu bir daha göstərirəm. Əziz izləyicilərim, bunun qolunu da tikirəm. Baxın, necə gözəldir. Bunu mən hələ tam hazır deyil, mirvarilərlə bəzəyəcəm. Bunu, bax, vıkrika, çəki çıxardışı, bax, belə çıxartmışam mən buradan. Elə bir bu ortadan çıxanlar atılır. Mən sizə mətbəx salfetkasında bu boynun necə biçim qaydasıdır, sizə onu göstərəcəm. Parçanı 4 qatladıq. Gördünüz mü? Parçanı 4 qatlamışam. Bu parçanı 4 qatlayandan sonra parçanın boynunu ölçürük. Nə qədərdir boynumuz? Məsələn, 20 santı boynumuzdur. 20 santı boy götürürük. Siz 2 santı da tikiş payı götürün. Bir də ayağı ölçürsünüz. Nə qədərdir? Trapez formasında bax belə bunu biçin. Biçdikdən sonra əziz izləyicilərim, bax, bütün olan hissələrini birləşdirin. Gördünüz mü? Ayaq tərəfi də bu da oldu sizin üçün boyunluq. Necədir? Seyincəm xanımla eləməyə çalışın. Çünki o bir məktəbdir. Bay bay.